Sahibsiz küçə itləri onlara demək olar ölkəmizin bütün bölgələrində hər addımbaşı rast gəlmək mümkündür. Bu məsələ həm şəhər, həm də kənd yerlərində sakinləri narahat edən ən aktual, ən ciddi problemlərdən biridir. Əməkdaşlarımız Lənkəranda sahibsizliklərin artmasının səbəblərini araşdırıblar, izləyək. Son illər ölkəmizdə demək olar ki, bütün bölgələrdə, o cümlədən də Lənkəranda beləcə sahibsiz küçə itlərinin sayı durmadan artır. Bu da yoldan keçən insanlar, xüsusilə də azyaşlılar, məktəblər üçün böyük təhlükə riski yaradır. Yaralı, xoralıdırlar itlər hamısı. Baxan yoxdur da bu barədə də. O da, baxın ona görün nə haldadır, baxın bir dana. Düz deyin, heyvandır deyə əlimizdən gələn bitkiyə veririk, amma onlar özləri cumurlar bizə, baxmayaraq onu cumurlar bizə. Sürü ilə, axşam olsun, gündüz olsun, fərq eləmir. Lənkəranda sahibsiz itlərin artması dəfələrlə gündəmə gətirilsə də məsələ hələ ki həllini tapmayıb. Bundan narahatlığını ifadə edən sakinlər deyir ki, çox vaxt sürü ilə dolaşan itlər bəzən uşaqlara hücum edir, xəsarət yetirirlər. Axşamlar isə vəziyyət daha təhlükəli həddə çatır. Küçə itlərinin peyvənd edilməməsi isə məsələnin ciddiliyindən xəbər verir. Biz itlərin tamamilə yığışdırılmasının, öldürülməsinin əleyhinəyik. Amma fakt-faktlığında qalır ki, Lənkəran şəhərindəki itlərdən cəmiyyətimiz əziyyət çəkir. Heyvanlar da, onlar da yaşamaq hüququ var. Onlar da təbiətin bir hissəsidir. Biz onları qorumalıyıq. Çox istərdim ki, aidiyyatı orqanlar bununla məşğul olsunlar. Onları küçədən yığışdırsınlar, onları da sığınacaqlara yerləşdirsinlər. Onlar da çünki təbiətin bir hissəsidir. Biz onları məhv edə bilmərik. Küçə heyvanlarına 25 ildir qayğı və diqqət göstərən heyvansevər Rafiq Əhmədov deyir ki, bəzən insanların kobud davranışı da itləri aqressivləşdirir. Yaxşı olardı ki, onlar üçün dayanıqlı məntəqələr tikilsin. Yer lazımdır bunlara sığınacaq tapmaq. Onu heç kəs eləmək istəmir. Aqressiv olurlar aclıqdan. Onlar həftələrlə az qalırlar. Lənkəran Gigiyena və Epidemiologiya Mərkəzindən aldığımız məlumatda bildirilir ki, 2025-ci ildə rayonda 602 heyvan dişləməsi faktı qeydə alınıb. Heyvan dişləməsinə məruz qalan şəxslər Lənkəran rayon mərkəzi xəstəxanasında quduzluq xəstəliyinə qarşı profilaktik peyvəndə cəlb olunub. Görülən tədbirlər nəticəsində həmin dövrlər ərzində insanlar arasında quduzluq hadisəsi qeydə alınmayıb. Lənkəranda hal-hazırda 5 ay ərzində bizdə 185 nəfər heyvan dişləməsi qeydə alınmışdır. Demək, keçən ilin 5 ay ərzində isə fərqli olaraq 213 nəfər qeydə alınmışdır. Heyvan dişləmələri ilə əlaqədar olaraq bu hadisələrdə mərkəzi poliklinikaya məlumat verilir. Daha doğrusu vətəndaşlar mərkəzi poliklinikanın antirabik kabinetinə müraciət edirlər. Orada aydınlaşır, əgər sahibi məlum olan it olursa, şərti olaraq onlara iynə vurulur, yox, əgər naməlum it olursa, qeyri-şərti olaraq peyvəndə cəlb olunurlar. Sahibi məlum olan itlər haqqında Baytarlıq İdarəsinə, rayon Baytarlıq İdarəsinə məlumat verilir və onlar 10 gün müddətində həmən itlərə nəzarət edirlər. İt öldüyündə həmən şəxsə növbəti 2 iynə də əlavə, 5 kurs müalicə cəlb olunurlar. Lənkəran şəhər icra hakimiyyətindən bildirildi ki, vaxtı, məkanı hələliyi bəlli olmasa da rayonda itlərin yığılması və hansısa bir tədbirin aparılması üçün sığınacaq tipli məntəqə yaradılması nəzərdə tutulub. O zaman itlərin sterilizasiyasını aparmaq mümkün olacaq. Lənkəran Dövlət Universitetinin nəzdində bu ildən fəaliyyətə başlayan Baytarlıq klinikası isə bu istiqamətdə müəyyən işlərə başlayıb. Klinikamıza daxil olan pasiyentlərin sahiblərinin razılığı əsasında əməliyyatlar icra olunur. Əməliyyatlarımız fevral ayından bugünə qədər 150-dən artıq əməliyyat icra olunmuşdur. Hal-hazırda isə əməliyyatlarımız Türkiyədən dəvət olunmuş professor müəllim heyəti ilə bərabər icra olunur. Bu əməliyyatların əksəriyyəti qısırlaşdırma əməliyyatlarıdır. Travmatik zədələnmələrdən dolayı sınıqların, çıxıqların bərpa regenerasiya məqsədi xarakter daşıyır. Sahibsiz itlərin siyahını biz nəzərə almışıq, bununla bağlı təklif layihə hazırlamışıq. Klinikada heyvanların müalicə-müayinə prosedurlarının aparılması, rentgen, ultrasəs müayinələri, klinik diaqnostik laboratoriyalar fəaliyyət göstərir.